44 var. 44 Nurlan rahat sual deyir. Bu qədər dəmir duru sulfatın hansı? Birinci uşaqlar duru sulfat deyirsən, Nurlan duru sulfat dəmirlə neçə valentli duz verər? Duru sulfat dəmirlə neçə valentli duz verər? 2 valentli yoxsa 3 valentli duru sulfat? 2. Ay sağ ol. Duru sulfat uşaqlar neçə valentli duz verər? 2 valentli duz verər. Onda biz 3 valentli olan duzları silirik cavabdan. Onda bu variantlar gedir. İndi dəmir də duru sulfatla reaksiyaya girəndə dəmir üzərinə gəl H2SO4 duru. Buradan nə olacaq? Berium SO4 üzərinə gəl H2. Bilirik də duru hidrogen verir. Bizə nə qədər dəmir verib? 112, bura 112. Dəmir özü neçədir uşaqlar? 50. Neçə qram duz alınır? X. Berium SO4-ün emirini hesablayaq. Berium 56-dır. SO4 H2SO4 98-dir. İndi buradan 2 çıxanda hidrogen çıxır da. 98-dən 2 çıxanda nə qədər edir? 96. 56 ilə 96-nı toplayanda nə qədər edir? 152 edir. Deməli, Berium SO4 özü 152. Tərəf-tərəfə bölürük. 112-nin 56-ya, X-in 152. X nə qədər eləyər oradan? 304 A variant. Nurlan bax.